Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillahi ve ba'd. Deməli, biz sizinlə yetişdik Bəqərə surəsi 16-cı ayə. Uca Allah buyurur ki, Ulaikəl-ləzīne iştərəbud-dalâlətə bil-hudə fəmə rabihət ticarətuhum və mə kanu muhtədin. Deməli, biz hələ ki davam edirik münafiqlər barəsində olan ayələrə və buyurur ki, Rəbbimiz onlar hansılar ki deyir, hidayət yolunu zəlalətlə dəyişdilər. Hidayət yolunu zəlalətə dəyişdilər. Fəmə rabihət ticarətuhum. Onların ticarəti də deyir, baş tutmadı. Və onlar deyir, hidayət də olunmadılar. Yəni, hidayət yolunu da tutmadılar. Və buyurur ki, İmam Bəğəvi Rahimallah, yəni o kəslər ki, zəlaləti hidayət yolunu dəyişdilər. Buyurur ki, İmam Bəğəvi, yəni əl-iman, yəni imanı dəyişdilər. Yəni, imanı dəyişdilər nəyə? Zəlalətə. Olduqları zəlalətə imanı dəyişdilər. Söhbət burada münafiqlərdən, eləcə də yahudilərdən gedir. Fəmə rabihət ticarətuhum ey istəbdəlül kufra. Yəni, onların ticarəti deyir, bir şey qazanmadı. Yəni, onlar deyir, o iman ki, onlara Allah Azə və Cəllə vermişdi, onlar onu əvəz etdilər nə ilə? Əvəz etdilər onu küfürlə. Həmən imanı əvəz etdilər küfürlə. Ey mərabihu fi ticarətihim. Yəni, onlar etdikləri o ticarətlərində bir şey qazanmadılar. Və mə kənu muhtədin minəd-dalalə. Eləcə də hidayət yoluna da zəlalətdən deyir, sonra müvəffəq olmadılar. Və qilə musibinə fi ticarətihim. Və sonra Rəbbimiz onların vəsiflərindən danışır, hallarından. Və deyir ki, Məsəluhum kəməsəlilləzi istəvqədə nəran, fələmmə ədaət mə həvləhu zəhəbəllahu bi nurihim və tərəkəhum fi zulmətin lə yubsirun. Uca Allah buyurur ki, onların məsəli, deyir ki, onların məsəli bir od yandıranın məsəli kimidir. Buyurur ki, İmam Bəğəvi, yəni onlara oxşarı, yəni onların sifəti, yəni insanların ürfündə, yəni insanlar yanında tanınmış halda bu cürə deyilir. Yəni bu da Quranın 7 qismlərindən biridir. Yəni Allah Azə və Cəllə onlar üçün misal çəkir. Onların halı barəsində bizə misal çəkir və buyurur ki, kəməsəlilləzi istəvqədə nəra. Onların misalı deyir, yəni əlləzīnə bidəlili siyaqil əyə istəvqədə nəran ey əvqədə nəran. Onların misalı deyir, bir od yandırana bənzəyir. Yəni burada söhbət münafiqlərdən gedir. Deyir, onların misalı bir od yandırana bənzəyir. Bir od yandırana bənzəyir. Fələmmə ədaət, o vaxt ki deyir, o od işıq saçar, yəni o od işıq saçar, mə həvləhu, ətrafında olan şeylərə, ey həvləl müstəvqid, yəni odu yandıranın ətrafında, zəhəbəllahu bi nurihim və tərəkəhum fi zulmətin lə yubsirun. İbn Abbas buyurur ki, bu ayə nazil olmuşdur münafiqlər barəsində. Deməli, diqqətli olun, burada həmən toxunur bu məsələyə. Yəqulu məsəluhum fi nifaqihim kəməsəli rəculin əvqədə naran fi leylətin muzlimə fi məfəzətin. Deyir, Allah Azə və Cəllə deyir bizə bu ayədə münafiqlərə misal çəkərək buyurur ki, onların misalı, yəni münafiqliyində olan, onların misalı, nifaqda olan misalları o kişinin misalına bənzəyir ki, zülmətli bir gecədə deyir, od yandırar ki, o odla neynəsin? Uğur qazansın, yəni nicat tapsın. Fəstədfəə, yəni onu ilə qızınsın. Varaə mə həvləhu, həmçinin odun ətrafında olanları görsün. Çünki odu yananda nə olur? İşıq saçır da. İşıq saçır, insan ətrafda olan şeyləri görür.
Fetteka mimma yakhaf. Yani bu da sebep olur onun için ne için? Yani etraftan gelen bir şeyi yani görür ki yani o korktuğu şeyden özünü koruyabilsin. Ve sonra buyurur ki İbn Abbas radıyallahu anh deyir febeynema huve kezalik iz tufi'et naruhu. Deyir o bu cürə olduğu halda deyir birden odu onu ne olur? Odu sönür. Yani yandırdığı od birden ne olur? Sönür. Febeqiye fi zulmetin haifen mutehayyira. Bu vaxt o insan deyir necə olur halı? Od ki sönəndə o deyir həmən zülmətin içərisində heyrət içərisində olaraq qalır. Çünki bilmir ki insan yani buna ne olacaq, ne toxunacaq. Işıq sönüb. Yoxdur, yani zülmətdir. Görmür nə sağın, nə solun, nə arxasın, nə qabağın. Aydındır. Heyrət içərisində və qorxu içərisində qalır. Və buyurur ki, fəkəzəlikəl münafiqun. Və eləcə də deyir, münafiqlər bu cürədir. Bi-izhar kəlmətil iman, aminu alə əmvalihim və evladihim və nakihul müminin. Onlar deyir, iman sözünü izhar etməklə, yani burada iman sözü nədir qardaşlar? Yani la ilahe illallah. Yani onlar deyirlər, la ilahe illallah, lakin münafiqlərdir. Subhanallah, Allahu ekber. Onlar deyirlər la ilahe illallah, lakin onlar nədir? Münafiqlərdir. Onlar bunu deyirlər nə üçün? Buyurur ki İbn Abbas radıyallahu anh deyir ki, onlar bunu deyirlər ki, öz mallarını və evlatlarını əminaman saxlamaq üçün, əminaman etmək üçün. Və eləcə də həmçinin bəziləri görərsən ki, mömin qadınlarla nikah edirlər. Və varasuhum və qasamuhumul ğanaim. Və görərsən ki, hətta möminlərdən nə üçün evlənirlər? Mömin qadınlarla onlardan miras götürmək üçün. Və eləcə də həmçinin buyurur ki, İbn Abbas qənimətlərin bölümündə iştirak etmək üçün. Yani Peygamber sallallahu aleyhi ve sellem zamanında münafiqlər bu cüreydi. Yani büyünde hemen şeydi, yani mevcutdalar. Fezalike nuruhum. Ve bu da deyir onların nurudur. Yani ayette məqsəd nur. Meseluhum kemeselillezî istevqada naran felemmâ zehebet. Necə ki Uca Allah buyurur ki ne diyeyim? Felemme edaet ma havlehu zeheballahu bi nurihim. Aydın yani o vaxt Allah deyir onların nurunu deyir ellerinden aldı apardı. Onların nuru yani məqsəd nədir? Yəni budur. Dünyada ikən onlar istəyirlər istifadə etsinlər. Faydalansınlar müsəlmanlardan və İslamdan. Və qilə və sonra buyurur ki İmam Bəğvi rahimallah deyir ki fəzəlikə nuruhum fəizə mətu adu ilə zulmə vəl xavf. Yəni nə deməkdir? Diqqətli olun. Bu onların nurudur. Yani o mal, dövlət, evlatlarının əminamanlığı, eləcə də qənimətdən əldə eləmək, müsəlmanlara gələn faydalardan istifadə etmək, bu onların nurudur. O vaxt ki, deyir, onlar öldülərsə əgər, təzdən hara qayıdırlar? Qayıdırlar yenə zülmətin və qorxunun içərisinə. Çünki münafiq öldüsə, təzdən hara qayıdır? Yenə zülmət və qorxunun içərisinə qayıdır. Və buyurur ki, və qilə, həmçinin deyilir ki, zihəbun nurihim fil qabr. Həmçinin deyilib onların nuru deyil gedəcək qəbirlərində. Yəni qəbirlərində nur olmayacaq. Çünki hər bir mömin qəbrində onun üçün nur var. Yəni namazı onun üçün nurdur. Salih əməllər onun üçün nurdur. Aydındır. Subhanallah. Amma münafiq isə qəbri nə olacaq? Zülmət olacaq. Və buyurur ki və qilə həmçinin deyilib ki fil qiyamə heysi yequlunə lillezine amanun zurunə nəqtəbis min nurikum. Həmçinin deyir qiyamət günü onlara deyir o vaxt ki deyir onlar deyəcəklər möminlərə siratı keçəndə deyəcəklər möminlərə ki durun biz də sizin nurunuzdan istifadə eləyək. Yəni bizi onların çünki nuru bitəcək. Necə Hədid surəsində Allah azze və cəllə nə inir? Deyir onların nuru nə olacaq? Bitəcək, qutaracaq nuru. Elə biləcəklər ki, onlar sıratı keçəcəklər. Nur veriləcək hətta onlara. Subhanallah, yəni fikir verin Allah azze və cəllə. Onlar necə bu dünyada hilə işlətdiklərinə görə
Allah'a qarşı, onun dininə, möminlərə qarşı Allah da onlara eləcə də hilə işlədir. Hətta sıratın üzərində. Onlara nur veriləcək, biraz sıratı gedəcəklər və nurları qurtaracaq. Və görəcəklər ki, möminlər nə edirlər? Keçirlər sürətlə və qışqıraraq çağıracaqlar. Deyəcəklər möminləri ki, durun, biz də sizin nurunuzun dalıyca gedək. Və o vaxt möminlər onlara deyəcəklər ki, xeyr, qayıdın dala özünüz üçün nur axtarın. Yəni, qayıdın dala özünüzə nur axtarın. Çünki hər kəsən öz nuru ilə keçəcək sıratı. Heç kəs kimisə nurundan istifadə edib sıratı keçə bilən deyil, mümkün deyil. Ona görə münafiqlərin nuru bitəcək sıratın üzərində. Subhanallah. Və sonra buyurur ki, İmam Bağvi rahimallah, və qilə zihəb nurihim bi izhari aqidətihim alə lisan Nəbi sallallahu əleyhi və səlləm. Və həmçinin deyilib ki, onların nuru əldən gedir, yəni yoxa çıxır. O vaxt ki, Peyğəmbər sallallahu əleyhi və səlləm neynədi? Münafiqlər barəsində danışdı, bəyan etdi onların halını. Fədarabən nara məsələn və Allah Azza və Cəllə də həmən odu bu ayədə, odu misal çəkir onların nuruna. Yəni onların nuruna bu odu misal çəkir. Thumma lam yaqul atfa Allahu narahum lakin abbara bi izhabin nuri anhu. Lakin sonra deyir Rəbbimiz fikir verin, demədi ki Allah onların odunu söndürdü. Yox. Dedi ki onların işığı deyir əllərindən getdi. Yəni onların işığı, yəni nuru əllərindən gedəcək. لأن النار نور وحرارة فيذهب نورهم وتبقى الحرارة عليهم. Çünki deyir od özü həm işıqdır, həm də hərarətdir. Yəni insana hərarət verir, istilik verir. فَيَذْهَبُ نُورُهُمْ və bu vaxtı deyir görərsən onların nuru əllərindən gedir. Lakin deyir təbqa hərarətu aleyhim. Lakin o odun deyir istiliyi onlar üçün qalır. Qale Mücahid, Mücahid də buyurur ki İzâetun nâri iqbaluhum iləl muslimin vel huda. Mücahid buyurur ki rahimahullah, deyir onların odlarının deyir işığı o deməkdir ki, yəni onlar müsəlmanlara və hidayətə tərəf yönəlirlər, istifadə etmək üçün. Və zihəb nurihim iqbaluhum iləl müşrikinə və dalalə. Amma deyir nurlarının deyir əldən getməsi artıq, o vaxt ki artıq nə olur? Nurları əllərindən gedir. Bu da odur ki, nəyin səbəbinə gedir? Çünki onlar nə edirlər? Yönəlirlər müşriklərə və zəlalətə tərəf. Yəni özlərinə görürlər müsəlmanları, görürlər hidayət yolunu. Lakin onlar nə eləmirlər? Seçmirlər o İslamı. İstəmirlər o hidayət yolunu. Görürlər, öz sonra yönəlirlər müşriklərə və zəlalətlərə tərəf. Deyirlər ki, öz müşriklərimiz daha xeyirlidir və öz zəlalətlərimiz daha yaxşıdır. Və seçirlər öz müşriklərini və zəlalətlərini. Və qalə Ata'ül Xurasani, rahimahullah, Ata buyurur ki, nəzələt fil yəhud və intizaruhum xurucun Nəbi sallallahu aleyhi ve sellem və istiftahuhum bihi alə müşrikil Arab fələmmə xaraca kəfəru bihi. Subhanallah. Həmçinin buyurur ki, Ata deyir ki, bu ayə nazil olub deyir Yahudilər barəsində. O vaxt ki, deyir, onlar deyir, gözlədilər ki, sonuncu peyğəmbər onlardan çıxacaq. Və bunu ilə deyir, onlar fəth edəcəklər ərəblərin müşriklərini. Yəni, Ərəb yarımadasını, müşriklər yaşayan yerlər, orada Ərəb, yəni bir neçə Yahudi qəbilələri də var idi. Yəni, onlar deyirlər ki, sonuncu peyğəmbər buradan çıxacaq. Fikir verin, yəni o Yahudilərin hiləsinə, onlar nahaq yeri keçib Mədinədə yaşamırdılar. Onlar bilirdilər ki, sonuncu peyğəmbər bu yerdən çıxacaq. Onlar orada yaşamaq məqsədlərindən biri o idi ki, o sonuncu peyğəmbər də bizim içərimizdən çıxsın ki, biz onu ilə bir yerdə ərəblərə qalib gəlir. Yəni, fikir verin, subhanallah, ərəblərlə Yahudilərin qırğını İslamdan qabaqdır. Yəni, indi deyil. Yəni, İslamdan qabaq belə onlar nə olublar? Aralarında ədavət olub, düşmənçilik olub. Ərəblərlə Yahudilər daima qırğın olub. Və daima Yahudilər ərəblər üçün fitnələr yaradıblar.
ve ona göre de bu günləri baş verənlər Ərəb ölkələri üçün Yahudilər tərəfindən bu nədir? Qəribə deyil. Yəni bu daim onların nədir? Qəlbində olan o kin, küdurət, o düşmançılıqdır. Hələ də davam etməkdədir. Və buyurur ki, deməli Ata deyir ki, yəni bu məqsəd, bu ayənin nazil olma səbəblərindən biri odur ki, onlar deyir, gözləyirdilər ki, həmən Peyğəmbər, sonuncu Peyğəmbər, onların içərisindən çıxsın və onlar da o Peyğəmbərlə bir yerdə ərəblərin müşriklərinə qalib gəlsinlər. Lakin o vaxt ki, gördülər ki, subhanallah, sonuncu Peyğəmbər ərəblərin içərisindən çıxdı, deyir, ona nə etdilər? Küfür etdilər. Ona küfr etdilər. Hansı ki, onlar özləri əvvəldən söz vermişlər. Söz vermişlər ki, sonuncu Peyğəmbər gələn kimi biz hamımız iman gətirəcəyik ona. Və onun Peyğəmbər olması, sonuncu Peyğəmbər olmasını hətta əvvəlcədən təsdiq etmişlər. Lakin məqsədləri nə idi? Məqsədləri o idi ki, o Rəsul, o Peyğəmbər onlardan çıxmalıdır. Yahudi olmalı, Yahudilərin içərisindən çıxmalıdır. Lakin Allah Azze ve Celle neynədi? Onların burada da hiləsini neynədi? Başqa cür cavab verdi. Thumma vasafahumullah fəqal. Və sonra deyir Allah Azze ve Celle həmən münafiqləri, həmən Yahudiləri vəsf edir. Və deyir ki, summun bukmun umyun fəhum la yirciun. Deyir, ey hum summun anil haqq la yaqbaluna. Subhanallah. Onlar deyir, summun, bukmun, umyun. Yani onlar deyir, kardılar ve kördular. Kardılar ve laldılar ve kördular. Deyir, onlar deyir, hakka deyir, dönmezler. Yani onlar deyir, dönmezler. Deyir ki İmam Bəğavi, onlar deyir, hakkı qəbul etməkdən kardılar. Aydındır. Yani o vaxt ki, hak olarak gəlir, İzə ləm yəqbəlu kəənnəhum ləm yəsmə'u. Yəni kardılar. Özlərini eşitməməzliyə qoyurlar. Hak gəlir onların yanına, danışırsan, özünü elə aparır ki, göy eşitmir. Bukmun, laldılar, xursun. Anil haq. Yəni haqqı deməkdən laldılar. La yəqulunə. İmam Bəğavi buyurur ki, onlar deyir, haqqı deməzlər. Əv ennəhum ləmmə əbtanu xilafə mə əzharu fəkəənnəhum ləm yantiqu bil haqq. Və yaxud da deyir, bu o deməkdir ki, onlar deyir, yəni özlərini zahirdə müsəlman kimi göstərdilər, lakin batinlərində nədir? Onun əksini gizlətdilər. Və bu da dəlalət etdi ki, onlar haqqı nitq etmədilər. Yəni haqqı demədilər, söyləmədilər. Aydındır, haqqı demədilər, onu söyləmədilər. Onun tərəfini tutmadılar. Və sonra buyurur ki, İmam Bəğavi rahimehullah deyir ki, umyun, kördular. Ey la bəsairə ləhum. Yəni onların deyir, bəsirət gözü yoxdur. Və mən la basirətə ləhu kəmən la basara ləhu. Kimindir bəsirət gözü yoxdursa, elə bil ki, onun elə bəsirəti yoxdur. Yəni görməyi də yoxdur. Bəsirət gözü, əziz qardaşlar, yəni bir var insan gözü ilə görür. Ərəblər buna deyirlər basara. Basara, yəni insanın başında olan iki gözü ilə görməsinə deyilir. Yəni bir şey ki, görürsən. Yubsir insan. Bir də basira sözü isə əbsara sözündən götürülüb və əbsara basira sözü isə qəlb gözü ilə görməkdir. Onlar necə ki özlərini qəlb gözləri ilə görməməyə qoydular, eləcə də məhrum oldular öz gözləri ilə, başlarında olan gözləri ilə də onu görməməyə. La ilahe illallah. Bu da onlar üçün nə idi? Allahdan bir cəza idi etdikləri küfürlərinə görə. Və sonra buyurur ki, İmam Bəğavi rahimehullah deyir, fəhum la yerciun anid dalaləti iləl haqq. Yəni onlar deyir, dönən deyirlər. Allah Azze ve Celle deyir ki, vəsf edir. Deyir, onlar dönən deyil. Fikir verin. Allah Azze ve Celle deyir ki, münafiqlər və həmçinin Yahudilər barəsində və onların mislində olan kafirlər və müşriklər barəsində kimlər ki, o misildədir, Allah əzəli ilmi ilə, bilərəkdən deyir ki, onlar dönməyəcəklər. Yəni onlar qalacaqlar. Ona görə yəni mən keçən dəfə risaləni hazırladım, atdım. Yəqin ki, yəni oxumusunuz o risaləni. Orada necə Əhl-i Sünnə vəl Cemaatla Mu'təzililərin arasında olan fərq ki,
Yəni bu əqidə məsələsidir əziz qardaşlar. Yəni diqqətli olun. Bu əqidə məsələsidir. Bu adi fikri bir məsələ deyil. Yəni o risaləni diqqətlə kim oxumayıbsa oxusun. Yəni bu əqidədir. Və etiqad əhli sünnənin odur ki, insan ixtiyar sahibi, qüdrət sahibi deyil ki, özünə hidayət verə və özünü azdıra. Əksinə, hidayət verən də, azdıran da yalnız Allahdır. Əks olaraq Mu'təzillərə. Mu'təzillər isə deyirlər ki, nədir? Yox, insan özü özünə hidayət verir, insan öz özünü azdırır. Ona görə diqqətli olun bu məsələdə. Yəni kim o risaləni oxusa, əgər bir şey başa düşməsə, mənə özü şəxsən yazıb soruşa bilər. Və sonra Rəbbimiz buyurur ki, Əv kəsayyibin minəs-səmə Əv kəsayyibin minəs-səmə fihi zulümatun və barqun və ra'd. Buyurur ki, Rəbbimiz أو كصيب من السماء فيه ظلمات ورعد وبرق يجعلون أصابعهم في آذانهم من الصواعق حذر الموت والله محيط بالكافرين. Deməli, subhanallah, yəni burada fikir verin Allah Azze ve Celle, Allah Subhanahu Teala görün nə deyir bunlar barəsində. Deyir ki, yaxud deyir onların deyir zülmət içində göy gürültüsü və şimşəklə yağan leysana düşənlərin məsələsinə bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Şübhəsiz ki, Allah kafirləri hər tərəfdən əhatəyə almışdır. Yəni kafirlər hər tərəfdən Allahın əmrinin altındadır. Ondan qırağa çıxa bilməzlər. Aydındır. Ondan qırağa. İndi baxın ayənin təfsirinə. Subhanallah. Deyir ki, söhbət burada gedir. Həm münafiqlərdən gedir qardaşlar, həm də Yahudi və müşriklər, yəni kafirlər daxildir bura. Buyurur ki, deməli İmam Bağvi rahimehullah deyir ki, Əv kəsayyibin, ey ashabis sayyib və hədə məsəlun əxər darabahullahu teala lil münafiqin. Yəni bu başqa bir misaldır. Allah Azze ve Celle münafiqlərə misal çəkir. Bunu inan. Necə ki onlar deyir, sayyib sahibləri kimidir. Sayyib bimə'na inşi'tə fəməthilhum bil mustavqid. Yəni od yandıran kimi. Aydındır. Və inşi'tə bi əhli sayyib, as-sayyib el-matar. Yəni yağışdan özünü qoruyan kimi. Və kullu ma nazala min el-a'la ila el-asfal fehuve sayyib. Yəni göydən hər bir enən şeyə deyilir sayyib ərəb dilində. Və burada da məqsəd yağışdır. Yəni güclü yağış yağanda insan nə edir? Özünü qorumaq üçün, yəni harasa salır ki, özünü qorusun o yağışdan. Aydındır. Və buyurur ki, ey nəzələ minəs-səmə, ey minəs-sihab. Yəni Allah Azze ve Celle deyir ki, kəsayyibin minəs-səmə. Yəni göydən, səmadan deyir, tökülən kimi. Burada məqsəd nədir? Yəni səma deyildikdə yəni buludlardır. Yəni buludlardan tökülən yağışlar kimi. Ey minəs-sihab və qilə hiyəs-səmə bi'eynihə. وَالسَّمَاءُ كُلُّ مَا عَلَاكَ فَأَضَلَّكَ. Yəni məqsəd burada deyib, səmadan həmçinin deyiblər özü qəsd olunur və hər bir insanın başının üzərində olan şeyə səma deyilir. Hər bir insanın başının üstündə olan şeyə səma deyilir. Eləcə də hər bir insanı başının üzərindən kölgəlik verən şeyə də səma deyilir. Və hiyə min əsmail əcnəs yekunu vahidən və cəmən. Yəni bu ümumən yəni cinslərə aid olan bir adlardan ibarətdir ki, təkliyi və cəmliyi özündə əhatə eləyir. Fihi ey fis-sayyib və qilə fis-səmə ey fis-sihab. Zulümət, cəm'u zulmə və ra'd. Yəni həmən o, yəni diqqətli olun, həmən o buludlardan bunlara nədir yəni gələn? Bunların başına düşən nədir? Zülmətlər. Eləcə də ra'd. Yəni ra'd necə bilirsiniz? İldırım. Əs-savtəl-ləzi yesma'u minəs-sihab. Hansı ki sən onu eşidirsən, həmən o buludlardan nə olur? O səslər çıxır. Yəni ildırım səsi. Və barq. Eləcə də onun nə? Yəni ildırım, yəni bir var ildırımın səsi, bir də var ildırımın nəyi? Şıxması, onun işığı, onun nuru. Ona barq deyirlər ərəblər. Və huvən nərul ləti təxrucu minhu. Yəni o bir oddur elə bir ki, o
buludların içərisindən çıxır. Və bu vaxtda həmən yəni münafiqlər, onlar nə edirlər? Yec'aluna asabi'ahum fi azanihim. Onlar deyir barmaqlarını deyir qulaqlarına tıxarlar. Minas sawa'iq. Yəni o şeylərin, yəni o yəni gürültünün və o işıltının nəyindən qorxusundan. Barmaqlarını deyir qulaqlarına tıxarlar. Və hiyə sayhə. Yəni o da o səsdir ki, əlləti yamutu men yesma'uha aw yughsha alayh. Hərdən deyir bəzi insanlar o səsi eşidəndə, o gürültü səslərini, bəzi insanlar görsən ki, dünyasını dəyişir. Yəni ölür. Və bəzi insanlar isə onlar özlərindən gedirlər. Yəni qorxudan, yəni o səsi eşidəndə, gürültünün səsini özlərindən gedənlər olur. Bəziləri hətta ölür, ürəyi partlayır, ölür qorxudan. Yəni bu cür insanlar var. Həqiqətən də olur qardaşlar. Yəni güclü gürültülərdə görürsən ki, ölüm hadisələri olur. İnsanlar var ki, o gürültünün qorxusundan ölür, ürəyi partlayır, ölür. Və elə də insanlar var ki, göy gürültüsündən görürsən ki, özündən gedir. Qorxur, qışqırır, baxır. Və bunun mən özüm də şahid olmuşam. Və buyurur ki, İmam Bəğvi rəhiməhullah deyir ki, və yuqalu li kulli azabin muhlikin sa'iqa. Və buna görə də deyir, hər bir əzab üçün, həlak edici əzab üçün, yəni ona göy gürültüsü kimi ad verilib. Yəni o insanı nə edir? Ya öldürər, ya da insan özündən gedər. Həzərəl maut ey məxafətəl hələk. Yəni onlar deyir, ölümdən qorxaraq. Yəni ölümdən qorxaraq. Burada ayədə yəni necə deyir? Allah Azze ve Celle nə deyir? Deyir ki, yaxud onların deyir, zülmət içində göy gürültüsü və şimşəklə yağan leysana düşənlərin məsələsidir. Məsələsinə bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxıyarlar. Yəni ölmək qorxusu, hədəral maut. Yəni onlar nədir? Onlarda baş verən ölümdən qorxmaqdır. Vallahu muhitun bil kafirin. Ey alimun bihim. Allah isə bütün kafirlərini eləyib, əhatə eləyib. Yəni Allah Azze ve Celle onların hamısının halını bilir. Və qilə cami'uhum. Həmçinin deyir Allah Azze ve Celle onları nə edəcək? Cəm edəcək. Cəm edəcək qiyamət günü. Qalə Mücahid, Mücahid buyurur ki, yecma'uhum feyu'azzibuhum. Yəni məqsəd odur ki, Allah onları cəm edəcək bir yerə və sonra onlara deyir, nə edəcək? Əzab verəcək. Və qilə məhlekuhum. Dəliluhu qavluhu Teala illə ən yuhata bikum ey tuhliku cəmiən. Həmçinin deyilib ki, onları həlak edəcək Allah Azze ve Celle bunu ilə. Necə ki, başqa ayədə Uca Allah buyurur ki, onları deyir, yəni sizi deyir, əhatə edəndən başqa, yəni sizi həlak edəndən başqa. Yəni burada məqsəd kafir və müşrik və münafiqlərdən gedir. Və sonra isə növbəti ayədə Uca Allah buyurur ki, yekadul barqu. Bu ayədə qalsın inşallah. Gələn dərsimizə Allah Subhanahu taala bizi eşitib faydalanan qullarından etsin. Subhaneke Allahumma bihamdik ve eşhedü en la ilahe illa ent ve estağfiruke ve etubu ileyk.